Xanımlar, bunu aça-aça sizə bir-iki şey demək istəyirəm. Yəni kim ki bu oyunu oynayırsa, arada şəxsi orada mənə nömrələr, şifrələr atırsınız ki, yəni bizimlə də oyna. Ondan sonra mən sizə belə bir şey təklif edə bilərəm ki, siz əgər kim istəyirsə mənə yazsın, mən onları qrupa daxil edeyim. Bizdə belə bir qrup var. Farmland oyuncuların hamısı o qrupa daxil edirik və bir-birimizə link ataraq dəstək oluruq. Yəni kim istəyirsə mənə şərh bölməsində yazsın, mən həmin adamı da həmin qrupa daxil edə bilim və bizimlə bir yerdə oynayan qazanır. Baxın, bizdə hədiyyələrin içində 3 paltar var, geyim var və biri aksesuardır, biri də deyəsən dodaq balzamı olmalıdır. Gəlin başlayaq bu yubqadan. Bunu biz səbətə atmışdıq. Burada belə bir yubqa çıxır, mavi yubqa. Baxın, material çox qəşəngdir, uzunluğu falan. Yəni içində belə astarı var. Yəni yay geyimi kimi gedər. Çox qəşəng material var həqiqətən. İkinci geyimimiz belə bir köynəkdir. Baxın, belə bir detayı var bunun. Mən şəkillərini də bura qoyacağam, sizə tam olaraq biləsiniz nə formadadır bu. Tapsam əgər oradan. Arxasında belə yırtmacı var, baxın. Çox maraqlı və qəşəng forması var bu köynəyimizin də. Amma parçası nazikdir, yəni pambıq deyil, polyester olmalıdır. Daha sonra belə bir köynək var. Bunun parçası ümumiyyətlə heç əslində yaxşı deyil. Polyesterdir, sintetikdir, bilmədim nədir. Bunun da belə bir yırtmacı var burada. Yəni adi oversize köynəkdir, gördüyünüz kimi. Daha sonra nədirsə balaca bir şeydir. Baxın, mən heç bilmədim bu açılmır yoxsa. Yəni dodaq balzamı kimi gedir, amma heç bir yerdən açılmadı. Baxın, belə bir şey, balaca bir şeydir. 3 rəngdə gəlib. Biri deməli qırmızıdır, swatch eləyim, baxın. Belə bir qırmızı görünür. Daha sonra ikinci rəng belə bir rəngdir. Yəni pigmentasiyası da elə də tünd deyil. Amma biri də belə tünd bordodur. Şaftalı, qırmızı və bordo rənglərində. Qidalandırıcıdır. Belə balzam kimi vuracaqsınız. Daha çox pomada kimi deyil. Balzam kimi çox qəşəngdir məncə. Daha sonra belə bir takı gəlib. Görək bu necədir. Baxın, belə bir gilas dəstidir. Burada 2 sırğadır. Səhv eləmirəmsə, biri də sepli, üzərində klon. Baxın, belə bir şeydir. Ay, çox qəşəngdir. Belə bir şey görünür. Çox qəşəngdir. Və 2 dənə belə sırğası. Arxasında belə silikonları var. Yəni belə bir sırğadır. Bizim hədiyyələrimiz bu qədər. Yəni dediyim kimi, kim istəyirsə qoşulmaq, mənə şərhdə yazarsınız. Təşəkkür edirəm.